çıxarırdılar. Amma o bidətçilər ki var, onlara nifrət eləmək, onların bidətinə görədir. Elə bidət vardı ki, öz sahibini dindən çıxarır. İslam dairəsindən çıxardır. Baxmayaraq ki, ondan öncə İslamda idi, o bidət etdikdə İslamdan çıxır və hökmü kafirlərə gedib çatır. Məsəl üçün, Əl-Hululiyyə bidəti kimi. Yəni, Allah hər şeydə həll olunubdur. Yəni, Allah hər şeydir. İbn Arabın əqidəsi. İbn Arab bir dənə xamırı götürüb misalını çəkəndə deyir, İbn Arab nə deyir? Deyir ki, yeməkdir, içməkdir, auzubillah, bayıra çıxmaqdan Allahdır. Yəni, kafirdir də o insan, yəni, hər şeyi Allah deyir, hər şeyə. O deməkdir ki, inəyə ibadət edənlər, onlar kafir deyirlər, xaça ibadət edənlər kafir deyirlər, İsiyə, Uzeyrə, bundan başqa bizdə deyək, daşlara, ağaçlara və yaxud salihlərə ibadət edən, əgər bunlar şeydirsə də, sən denən, bunlar da Allahdırsa da, onda nədir? Bunlara ibadət edənlər kafir deyirlər. Əuzubillah. Bir də Hululiyyə bidətdir ki, məsəl üçün. Sonra Gulatu Sufiyyə. Gulatu Sufiyyə, onlar həmçinin Allah Subhanahu taala deyirlər, dünyada da görür onların şeyxləri, Allah Subhanahu taala ilə onların şeyxlərinə vəhy edir. Hətta öz şeyxlərinə bir uluhiyyət belə deyirlər, iqrar edirlər ki, Allah filan şeydədir, şeyxindədir. Əuzubillah. Ona oxşar Allah taala onları hansı səbəblə azdırdığı o şeylər, firqələr də buna daxildir. Yəni, qəlbləri onların azıbdır. Fələmmə zəğu, onlar o vaxt azmaq istədilər. Əzəğallahu qulubəhum. Allah təala onların qəlblərini azdırdı. Amma İslam dairəsindən çıxartmayan bidətə gəldikdə isə, o bidət o da bidətdir. Hər bir bidət azğınlıqdır. Hər azğınlıqsa oddadır. Çox təhlükəlidir. Öz əhli üçün təhlükəli olan bir bidət, əməldir. Hətta İslam dairəsindən çıxartmasa belə. Həqiqətən müsəlmanlar, möminlər bidət əhlinə nifrət eləmədilər. Onların etdikləri bidət miqdarına görə nə qədəm ki, razı olurlar o bidətlə, nə qədəm ki, o bidətə əməl edirlər, nə qədəm ki, insanlar ona dəvət edirlər. Bu, haqqa inatdır onlardan, haqqa təkəbbür eləməkdir. Onlar böyük bir təhlükə üzərindədirlər, o bidətlər üzərində ölərlərsə də. Əgər bidət əhilləri bilsəydilər ki, məlləzi yəlzəmuhum minəl-ləvazimi və kənə indəhum uqulun səlimətun ləhrabu minhə. Bidət əhli bilsəydilər ki, onlara ağılları salamat olsaydı ki, nələr vacib olacaqdır onların üzərinə, hansı cəzalar tətbiq olunacaq etdikləri o əmələ görə, onlar ondan qaçardılar. Sözdə də, zahiri, batin olan sözdə də, əməldə də hamısından qaçardılar. Onlar onu dərk eləmirlər, onu bilmirlər yəni. İz innəhu yəlzəmul müftədiyu ənə dinəl İslam fih nəqs. Belə olduqda nələr baş verir? Bax ki, birincisi, bidət əhli bu bidəti etdikdə, bu bidətçi öz əməlindən, öz sözündən demək istəyir ki, İslam dinində naqislik var. Bu isə bu bidəti gətirməklə onu gözəlləşdirir, onu bu naqisliyi kamilləşdirir. Bu etiqad, bu fəhim Quran sünnə dəlillərinə müxalif olan bir şeydir. Həqiqətən Allah təbarək və teala bizə xəbər vermişdir ki, din kamildir və bu dini bizə nimət olaraq seçib vermişdir. Əl-yevmə əkməltu ləkum dinəkum. Bugün sizin dininizi sizə kamil etdim. Və ətməmtu aleykum ni'məti. Sizin üzərinizə nimətimi tamamladım. Və raditu ləkum l-İsləmə dinən. İslam dinini razı qalaraq sizə seçdim. Yəni, İslam dinini razı qalaraq, İslam din olaraq razı olaraq sizin üçün etdi. Həmçinin bidətçi bu əməl etdikdə, burada etiqadı bidət və yaxud da sözü və yaxud da əməli bidət, Rasulullah s.ə.v-in ittihamı var. İttiham eləməsi vardır. Ki, o dinin hamısını təbliğ eləməyib. Bu isə böyük bir günahdır, böyük bir cərmədir. Həqiqətən Allah Teala Rəsulunu öz risaləsinə başladığı gündən sonuna qədər Rasulullah s.ə.v ümmətə, onu göndərdi, ümmətə bu şeyi çatdırıbdır. Yə eyyuhəl müddəthir, ey paltarına bürünmüş. Və rabbəkə fəkəbbir, Rəbbini təkbir ilə, təzim elə gələn. O gündən bəri. Rasulullah s.ə.v bu ayə
Allah Subhanahu taala burada əmr edir. Bu ayələr ki var, Rasulullah sallallahu əleyhi və səlləm Rəbbinin əmrinə tabe olubdur. Allah yolunda haqqı cihad edibdir. Uzaqda olana da, yaxında olana da Allahın pak şəriətini çatdırıbdır. Allah Teala bu ayəsinə imtisal edərək tabe olaraq hansı ayəsinə? Ya eyyuhər rasulü bəlliğ mə unzilə ileykə min rabbik. Ey Rasul, Rəbbindən sənə nazil olunanı təbliğ edəcəkən bu ayə. Rasulullah sallallahu əleyhi və səlləm hamısını çatdırıbdır. Və illəm təfəal, əgər etməsən sən bunu, fəmə bəlləğdə risalətə. Risaləsini çatdırmış olmuysan. Olmazsan. Vallahu ya'simuka minən-nas. Allah səni insanlardan qoruyacaqdır. Əl-Məidə surəsi 67-ci ayə. Bu Allahın əmrlərinə ən böyük mümtəsilin, yəni ən əzəmətli tabe olanlardandır ki, Allah Subhanahu taala ona vəhy edibdir Quranı Fatihəsindən sonuna kimi hamısını çatdırıbdır. Həmçinin pak sünnəni Rasulullah sallallahu əleyhi və səlləm hamısını çatdırıbdır. Necə Quran Kərim və pak sünnə dəlilləri ona dəlalət edir. Rasulullah sallallahu əleyhi və səlləm ümməti hamısını təbliğ edibdir. Onlar Rasulullah sallallahu əleyhi və səlləmdən bunu əzbərləyiblər. Demək, və hafizu zəlikə anhu. Ondan onu götürüblər. Nə ki, vəhy edib, nə ki, çatdırıbdır. Allah Teala vəhy elədiyi şey çatdırıbdır. Quranı qoruyublar, sünnəni hamısını qoruyublar. İllə ənə sünnətə ləm təctəmi' ində fardın min əfradil ümmət. بينما القرآن ولله الحمد مجتمع عند أفراد الأمة واجتماعه سهل بفضل الله ثم بجهود من كتب القرآن. Demək, baxmayaraq ki, sünnə ümmətin fərdlərində hamısında cəm olmayıbdır. Fərdlərdə. Amma Quran fərqli olaraq elhamdülillah ümmətin fərdlərində cəm olubdur. Onu cəm eləmək çox asandır. Allahın fəzləti ilə bu asadlaşıbdır. Yəni bunu yazanların cəhdi ilə, sonra isə bunu yazanların cəhdi ilə və buna diqqət yetirənlər. Yəni, bu gün Quran bizim qarşımızdadır. Yəni demək olar ki, elə bir kənd, elə bir şəhər, elə bir ölkə yoxdur ki, orada Quran əzbər bilənlər olmasın. Subhanallah. Allah Teala bunu qoruyubdur və cəm olması da çox asandır. Onu əzbərləmək asadlaşıbdır. Dəyişməkdən, naqislikdən qorumaq asadlaşıbdır. Quran-ı Kərim bu da Allah Teala'dan olan bir rəhmətdir bu ümmət üçün. Amma sünniyə gəldikdə isə bu bir şəxsdə cəm olmayıbdır. Nə əvvəlində, nə də ki vələ bil mütəəxxirin, nə əvvəldə bu ümmətin, nə də axırında. Yəni hamısı bir şəxsdə olmayıb da. Yəni şəxslər hərəsində nə deyir? Falan sahabə neçə min hədis danışıbdı, falan sahabə neçə yüz hədis danışıb. Bu formada yəni gəlib çıxıbdı bizlərə yəni. Nə də ki, bir dəftərdə cəm olmayıbdır. Həmin vaxtı. Yalnız ümmətin hamısı bir yerdə olandan sonra nədir? Bunlar hamısı götürülübdür oradan və cəm olubdur. Yəni, müstəqillə az olan və yaxud da çox olan, az rəvayət edən və yaxud da çox rəvayət edən bu formada şey olubdur. 23 ilə ən racih qəbul odur ki, 23 ilə Peyğəmbər sallam dünyasını dəyişənə kimi yəni bu bizə çatdırılıbdır. Yəni bu tamamlanıbdır din. Allah Rasulullah sallallahu əleyhi və səlləm ondan sonra isə ən uca dostları yanına gedir. Yəni dünyasını dəyişir sallallahu əleyhi və səlləm və bu gün də Quranda və sünnədə hansı ki Furqan zahirətun kamilətun qeyr mənqus hansı ki naqis olmayan bu Quran bu günləri və həmçinin sünnə bizim qarşımızdadır, durur, elhamdülillah, kamil olaraq. Və sonra həmin bidətçinin dediyi o şeylərdən elə çıxır ki, nəyə lazım olur ki, Peyğəmbər s.ə.v-in sahabələrini ittiham eləməsi. Peyğəmbər s.ə.v-in sahabələrini ittiham eləmək ki, hansılar ki, onlar bu elmi, Quranı, sünnəni daşıyıblar və onu tabinlərə, özlərindən sonra tabinlərə təbliğ ediblər. Sonrası fəzilətli o əsərlər ki var. Bu üç əsrdir ki, o əsərlərə. Beləliklə bu elmi gələn keçəndən varis olub götürübdür. Gələn keçəndən varis olub götürübdür
Hər şey Allah Subhanahu taala yerə varis olana kimi. Və huve xeyrul varisin. Çünki bütün mülk Allahındır. Hamı öləcəkdir. Bu mülk Allaha qalacaqdır. Allahındır. Yəni ki, heç kim olmayacaqdır. Sələf-i salihin fəmin hədi limən həci sələf fil aqidəti və şəriəti fəliyəhmədilləhə təbarək və teala alə həzihi ni'mətil kubra. Yəni, bu hidayət, sələf-i salihin mənhəci, əqidədə olan, şəriətdə olan bir hidayətdir. Allaha həmd eləmək lazımdır bu böyük nimətə görə. Yəni, onlar Quran, sünnə dəlillərini başa düşmüşdülər. Bu ümmətin sələfi bunu başa düşmüşdü. Yəni, bu başa düşmüşdülər ki, bu ən böyük bir nimətlərin ən böyüyü olandır. Ona görə də arxa dişlərinlə yapışmışdılar bundan. Belə bir söz var. Arxa dişlərindən. Bu elmi, uca elmi yaymışdılar. Etiqad elmi, şəriət elmi, bütün əmrlər, qadağalar, fərzlər, rəğbətləndirmə, qorxutma, ədəb, süluk, bundan başqa olan hamısını bu elmin eliflər diqqət edirib bunu yaymışdılar. Bidət əhli isə onların halı çox pisdir. Onlar təhlükə üzərindədirlər. Onların bidətləri onları İslamdan çıxartmasa da belə, amma təhlükə üzərindədirlər. Həqiqətən alimlər, Allah onlara rəhmət eləsin, o vaxt ki, günahların növlərinə baxdıqda, oxuyaraq baxdıqda, demişdilər ki, mütləq olaraq ən böyük günah Allaha şərik qoşmaqdır. Əşşirkül əkbər, böyük günah. Günahların ən böyüyü, ondan sonra isə ən böyüyü olan kiçik şirkdir. Ondan sonra isə bidətlər, sonra böyük günahlar, sonra kiçik günahlardır. Alimlər bunu istiqra edərək, yəni oxuyaraq Quran sünnəni bu qərara gəlmişdilər. Hədihi zunubul xalaik. Bu yaradılmışların günahlarıdır. Bu şeydən kim afiyyətdə ola bilir, salamat ola bilir? Böyük şirkdən də, kiçik şirkdən də, azğın bidətlərdən də, böyük günahlardan. Yalnız Allah Teala kimi afiyyətdə edibsə də, o kəs. Amma kiçik günahlara gəldikdə isə ondan bir nəfər də salamat olmur. Yalnız Allah Teala kimə məsumluq yazıbsa da, rəsullarından, kiram rəsullarından, nəbilərindən, əl-əzam nəbilərindən kimə yazıbsa da məsumluq, onlar hətta o kiçik günahlara belə düşmürlər. Lakin Allah bu ümmətə rəhm edibdir, onlara əməl qapılarını açıbdır. Orada bu kiçik günahların təkfiri, bağışlanması vardır. Əgər böyük günahlardan çəkinərsə insan, kiçik günahları onun üçün nə olur? Kəffar olur. İn təctənibu kəbairə mə tunhəvn anhu nukəffir ankum seyyiətikum. Əgər böyüklərdən çəkinərsə, burada böyük günahlar, qada olmuş böyüklərdən, yəni böyük günahlardan çəkinirlərsə də, günahlarınız sizin üçün kəffar olar. وَنُدْخِلْكُمْ مُدْخَلًا كَرِيمًا. Gözəl bir mudxalə sizi daxil edərik, yəni cənnətə. Yəni insanın günahları namazlar arası, həmçinin dəstəmaz alarkən, həmçinin məscidlərə gedərkən, yəni bundan başqa olan salih əməllər vardır ki, pis günahları silir. Subhanallah. Yəni kiçik günahlardan söhbət, böyük günahlara tövbə lazımdır. Və nəhmədullah təbarək və təala ni'amihi və ihsanihi ileynə. Allah Teala bizə olan nemətini, ihsanına görə Allaha həmdlər edirik. İnsan zəifdir. Allahın rəhməti olmasa bizim halımız çox pis olar. Qal müəllif rahmehullah liyuzhirahu aləd-din kullihi. Yəni dinin hamısını üzə çıxartsın deyə. Və hədə məxuzun min el-ayətil kəriməti fi surətis Saf surəsində Allah Teala deyir: "Huvellezî arsala rasûlehu bil-huda ve dinil hakk liyuzhirahu aləd-din kullihi ve lev kerihel müşrikûn." O Tövbə surəsində daha doğrusu Allah Teala deyir ki, təbii ki, liyuzhirahu aləd-din kullihi bu Tövbə Saf surəsində keçir. Amma Tövbə surəsində də keçir ki, o 3-cü ayədə o deyir Rəsulu hidayətlə göndərmişdi, yəni faydalı elmlə göndərmişdi, haqq dinlə göndərmişdi ki, insanlara dinin hamısını üzə çıxartsın, desin. Kafirlər istəsə də, istəməsə də. Şək yoxdur ki, Allah-u Təbarəkə və Teala İslam dinini batil dinlər üzərinə qaldırıbdır.
Yahudilik, Xristianlıq, Məcusluq, ilhədlik, bundan başqa olan batil dinlər vardı ki, batil yollar vardı ki, hansı ki İslam dinini Allah Taala qaldırıbdır bunların üzərinə. Allah Subhanahu taala İslam şəriətini üzə çıxarıbdır, İslam əqidəsini üzə çıxarıbdır, bu şeylərin üzərində, batil əqidələrin üzərinə çıxarıbdır. Bu kəlmə demək, bu kəlmə və sultanlıq İslam dövləti üçün olubdur. Rasulullah sallallahu əhdindən, onun xəlifə Rəşidlərin vaxtından düz bu günə kimi. Hətta pisliklər çox olsa belə, şirk çox olsa belə, pisliyə, batilə çağıran insanlar çox olsa belə, bütpərəstlik gəlsə belə, sufilik gəlsə belə, qulət-i sufiyə və yaxud da nəcmül xiləl, Allahu təbarək və teala yəhruz həzə din. Allah Teala bu dini onu daşıyanlarla qoruyubdur. Daşıyan kəslərlə, ona dəvət edən kəslərlə qoruyubdur. Onlar təzələnirlər. Bir-birlərinə tabe olaraq həmin dəvət edənlər, bu dini daşıyanlar. Sələfin alimləridir ki, onlar yazdıqları kitablarla azğın əhlinə şirk, müşriklərdən olan, bidətçilərdən olan, fasiqlərdən olan azğın əhlinə hamısına döyüş ediblər. Onların arasındakı bu haqq əhli ilə batil əhlinin arasında olan bir döyüşdür. Haqqa dəvət edənlər ona əməl edirlər, ona dəvət edirlər. Bu Allah yolunda həmin o haqqı qaldırmaq üçün cihad edirlər. Batil əhli isə həmçinin öz batillərinin qorumaq üçün şeytan onların yanında durur, billah, onları azdırır, onları azğınlığa çağırır. Amma qələbə, gözəl sonluq haqq üçündür, onun əhli üçündür. Allah Teala bu barədə deyir ki, وَالْعَاقِبَةُ لِلْمُتَّقِينَ gözəl sonluq müttəqilər üçündür. Yəni, nə olsun, qırışma geçsin, fərq eləmir. Sonluq müttəqilər üçündür. وَالْعَاقِبَةُ لِلْتَقْوَى gözəl sonluq təqva üçündür. Təqvanın. Yəni, təqva, Allahdan qorxmaq, əmrlərini yetmək, qadağanlarından çəkinmək. Nə qədər qırğın geçsə də, haqq həmişə qalib çalır. Necə ki, Allah təbarək və teala öz qələbəsi barəsində deyir. İnnə lənənsur rusulənə vəllezine əmənu fil hayatid dünya və yevmə yəqumul əşhəd. Biz rəsullarımıza, həqiqətən biz rəsullarımıza və onunla vəllezine əmən, iman gətirənlərə, dünya həyatına iman gətirənlərə neyəcəyik? Lənənsur, kömək edəcəyik, qələbə çaldıracaq. Və yevmə yəqumul əşhəd. Qiyamət günüdəki olacaq. Yevmə lə yənfə'uz zaliminə məzirətuhum. Həmin günüsü zalimların özlərinə gətirdikləri üzür onlara fayda verməyəcəkdir. Və ləhumul lə'nətu və ləhum su'uddar. Onlara lənət var və pis diyar var.